Maşınında bir iki dənə defekt tapdım. 2 dəfə əsəbdən insult keçmişəm. Problemi tap görünməli, tap görünməli. Getdik maşına. Uşaq olma, uşaq olmasa. Ay ki deyirəm yığışdır da burada. Vay qardaşı olmadı ki. Hər vaxtınız xeyir, Mağazin Pulsun daimi tamaşaçıları. Mən Əbdülisayevin təqdimatında avtomobildə rubrikasına baxırsınız. Bu həftə qonağımız sazlı sözlü bir insandır. Gəlin yaxınlaşaq, məncə xəbəri yoxdur. Tural avto. Usta Turalı mən tanıyıram. 020-sün. Bəli, tanıyıram. Özdə mənim orada bağ evimdə var. Mən o kişinin yanına getmişəm. İndi gələndə yağışı o da məni tanıyacaq da. Buradadır. Oy. Desə qardaş. Nətərsən? Xoş gəlmisən Tural, xoş gördük. Necəsən, keyfin halın? Varizlə biz çoxdan tanışıq demək olar ki. Sən tanı. Özdə mənim müştərim olub, bəli. Buradakı filialda yoxsa Bakıdakı filialda? Buradakı filialda, buradakı. Çünki bura mənə yaxındır deyirəm. Burada olub. Ondan qabaq Sumqayıtda, bəli, Sumqayıt filialımızda olub. Mənim yanımda olanda bir dəfə bizim yanımızda idi. Mən bu maşınında, bəli, hə, mən bu kişinin maşınında bir iki dənə defekt tapdım. 2 dəfə əsəbdən insult keçmişəm. İndi bir də Mən qaqanızam. Sən maşına baxam. Əbdülün canına düz deyirəm. Bax, Tural əsəbi adamdır. Bilirəm, Bunu sən də adamdır, bilirsən. qardaş. Mən maşına baxmışam, kişiyə maşın diaqnoz vermişəm ki, bunda problem var. İnanırsan bir dənə caşurda Qəbul eləmir. Hə, qəbul eləmir. Amma indi insult söhbəti əsəblərə yerindədirsə baxaq. Qardaşım, maşın da güz qavandadır. Bu mənim maşınımca. Maşındır da indi sürülür, nəsə ola bilər də problem olsun. Problem nədir ola bilər ki? Maşında problem olmalıdır da qardaş, elektronlu maşındır, hər Qardaş, şey. tapda problemi tap görünməli, tap görünməli. Getdik maşına. Gəl görək bax. Parametrlərdən bəziləri var ki, düzgün deyil də, parametrlər düzgün deyil. Özü bu motorunda da belə şirin səs var. Bir balaca səs var maşının motorunda. Yəqin o şirin səs yanıq şərəmi səs olar, eləmi? Bilmirəm nə İndi səsi usta deyil. deyəcək də. Qardaş, hə bir adca səs. Şatunda səs var bunda, sən bilmirsən onu. Bu maşın motorda problem var. Motorda. Bəli, motorda biraz problem var. Mənim motorda da problem yoxdur. Sən Danışmayacağam ki. Ciddi problemdir. Hə, ciddi problem. düzgün bax, motorda problem yox. Düzgün baxıram qardaşdan, amma motorunda bir Ay kişi deyirəm düzgün bax, motorda problem yoxdur. Mən düzgün istəyirsənsə bu motorunu söküb çıxardaq. Mən sağ Bizim servisə yaxınlaşırsan, bax keçən səfərdə bax belə oldu. Maşına baxdım, dedim ki maşının falan defekti var, dedi ki yox. Başladı qardaş çıxmama xətir nə deyir. Onu bir də qoş, onu bir də qoşuyorum. Bunu qoş. Boş görün. Uşaq olma, uşaq olmasa. Əvvəl olar deyirəm. Ay sağ deyirəm uşaq olma. Sən niyə zırlıyırsan? Ay yox sən gəlib burada deyirsən ki, Səhv deyirəm. mənim maşınıma gəlirsən burada zamçeniya Diaqnostika çıxarsan. burada, Ay sən ki, burada. Zamçeniya çıxarma, sağ deyirəm yığışdır onu. Ay ki deyirəm yığışdır da burada. Vay qardaşı olmadı ki. yığışdır. Yox, bir Götür, götür. Xara Götür bağlayırsan. bunu. Götürəm, götürmən, amma deməli. Hə, sağ deyirəm, yekə oğlansan, hə. Yer işindən məşğul ol. Mən işim bu deyil. Ay, yer işindən məşğul ol. Nəylə gedim məşğul? Deyirəm yer işindən Hə, məşğul bir də əlsiz danışaq. Deyirəm yer işindən məşğul ol. İki kişisən tanıyırıq. Deyirəm yer işindən məşğul ol. Olanı deyirəm də mən sənə. Olanı demirsən, yer işindən. Niyə qəbul olana? Sağ deyirəm. Niyə qəbul olana bilmirsən? Ay valla bu maşında motorunda problem var. Niyə hesablaşırsan? Düş gəl bura, düş gəl bura, düş gəl bura, get. Yox, heç nədən adamın xətrinə deyil axı, qardaş. Bu maşında problem ola Bu bilər. qədər məsələşirsən. Bax sənin bu qədər əsəbi olmağından. Hə, bir də. İndi usta ilə dalaşırsan. Hə, mən bunun xətrini çox istəyirəm. Gəlir burada mənə Biz də sənin xətrini istəyirik. Əslində bu bizim sənə kiçik bir zarafatımız idi. Sən zaman. Yəni vallahi. Onda qoy mən bunu deyim. Biz əslində Mən də deyirəm axı qardaş. Mənim maşınım nə olub? Bir aydır. Əslimi mən özdə motorxana bilsən də gərək bunun yarı qiymətini qoyub motorxananı yığdırasan. Mübariz bizim dostumuzdur, münasibətimiz var. Bir neçə də məclislərdə bir yerdə olmuşuq. Yəni qardaş kimi qardaşdır, dost kimi dostdur. Öpürəm səni. Amma qabaqsında danışdıq ki, gedin mübarizə cırnadaq. Mübarizə həqiqətən yaxşı dostdur, yaxşı Bəli. qardaşdır. Sadəcə o tez özündən.
tez özündən çıxır Həmən hövsələsi. Mən də bilirəm axı bu O hövsələsi xəsiyyətimi sizə. həqiqi özüm də özümə bağışlamıram. Hövsələsiz. Bura gəlməmişdən sizlə danışdıq. Dedim ki, bunları neçə olmamış özündən çıxacaq. Onu bilə-bilə gəldi elədik. Tural, çox sağ ol, təşəkkür edirəm sənə. Var olasan. Nə olsa üzülü saçma. Yox, estağfurullah. Sən mənim qaqamsan. Mən sənin yanına gəlirəm. Amma məncə mübarizənin ürəyində bir kiçik də Mübariz, olsa, zarafat bir yana. Gəlin bir motorla baxarıq. Şübhə qaldı. İndi çəkilişdən sonra 100% gətirəcək. Həqiqi şübhə qaldı. Deyirəm, bu motorxanaya nə olub? İnşallah. Can sağlığına. Allah bundan yaxşısın səhnəsi. Sağ ol qaqam.